Salam xanım. Salam. Deyirəm bəlkə tanış olaq. Tanış olmaq istəyirsiniz. Bəli. Yəqin ki, sonra da sevgili olmaq istəyəcəksiniz. Deməli, mən məcburam açıq verim. Canlı konum atam. WhatsApp-dan get cavab verəndə yəqin ki, screen-də istəyəcəksən. Telefonuma baxacaqsan, Instagram, TikTok, Facebook parollarımı istəyəcəksən, nömrəmi dəyişəcəksən. Yəqin ki, oğlan dostlarımı da qırmalı olacam. İşləməyə də qoymayacaqsan, evdən çölə çıxmağa da qoymayacaqsan. Lazımdır mənə bu? Onda belə çıxır ki, hər gün səhər-səhər mən sənə yazmalıyam, sabahın xeyir ömrüm. Hər il təzə iPhone çıxanda mən sənə iPhone almalıyam. Sən ad günlərini show proqramlarda keçirməliyəm. 8 martda sağ bahalıqlar alıb verməliyəm. Səni hər bayramlarda mən aparmalıyam xaricə. Sənin kreditin olur mənim kreditim. Sən məni durduq yerə götürüb atasan bloka. Mən özümü sənə bağışlatdırmaqdan ötürü yenə 101 dənə gül böyründə komplekt qızıllar zadlar göndərirəm ki, sən məni bağışlayasan. Lazımdır sənə bu? Yox, belə baxıram lazım deyil. Öpürəm Murat. Qadan alaram. Sən Doğan anaya qurban olum. Mən axşam paranı götürüb bir dənə dəmli oynayaq. Mütləq. Qadan alaram. Sən ürəksən. Yeri gedala davay davay, yeri gedala